Hoş gördük değerli izləyicilər. Günümüz uğurlu olsun. Abşeron rayonu Saray qəsəbəsində, Saray bağlarında 10 sotda 4 otaqlı evimiz çıxdı satışa. Öncədən qiyməti deyirəm 135 min manata. Yerləşmə yeri də Sarayda, Saray polis bölməsinin arxa hissəsində yerləşir. Yəni yolla məsafəsi 300-400 metr. 10 sotdadır değerli izləyicilər. Bura evimizin bağıdır, bağ hissəsidir. Burada da bu hissədə də bağı var. Bütün sayğacları mövcuddur. Kanalizasiya mərkəzidir. Torpağın çıxarışı var, fərdi yaşayışdır. Yəni, kupça alıb qeydiyyata düşə biləcəyiniz evdir. 4 otaqdır. Bax, bura giriş hissədir. Orada kalyatka qapı, burada qarajı. 4 otaqdır. Üstü də piltələrdir, beton piltələrdir. İstəsəniz dəyərli izləyicilər, 2 mərtəbə də eləyə bilərsiniz. Bax, belə bir geniş həyəti var. Əsl bağ evidir. Burada da bağ hissəsi var, onu da göstərim sizə. Bax, burada torpağa aiddir. Ümumilikdə 10 sotdur. Qiymət olaraq da 135 min manata. Keçək evin içərisini tanış edeyim sizinlə. Əziz izləyicilər, bura qonaq otağıdır. Evimizin qonaq otağıdır. Demək olar ki, bəzi əşyaların çoxsu evin içərisində qalacaq. Geniş qonaq otağıdır. Qaşıtqalarına qədər qoyulub. Radiatorlar seksiya radiatorlardır. Göstərim sizə. Bax, dəyərli izləyicilər, seksiya radiatorlardır. Qaşıtqası var. Belə bir geniş evdir. Üstü də dediyim kimi monolit betondur. İstəsəniz ikinci mərtəbəni də qaldıra bilərsiniz. Burada da seksiya radiator. Bu evimizin giriş hissəsidir, dəhlizi. Burada da ayaqqabı soyunmaq üçün yeri var belə. Dəmir qapıdan girən kimi belə ayaqqabı soyunmaq üçün yerdir. Bura birinci yataq otağıdır. Geniş yataq otağı. Bura ikinci yataq otağıdır. Burada əşyalar yığılır. Bura evimizin mətbəx hissəsidir. Geniş mətbəx hissəsi var. Bura evimizin sanitar qovşağıdır. Bütün aksesuarlar qoyulub, tamam işləri vəziyyətdədir. Burada da ailə olduğu üçün yatan var, çəkmirəm. Burada da bir otaqdır. Ümumilikdə demək 3 otaqdır. Bir qonaq otağıdır, 3 yataq otağı, bir qonaq otağı, mətbəx. Bu da koridordur, dəhlizidir. Belə bir otaqdır. 4 otaqlı 10 sotda dəyərli izləyicilər. 135 min manata Saray bağlarındadır. Gəlin ev sahibi ilə danışın, qiymətində endirim olunacaq. Çox sağ olun.